Salam, hər vaxtınız xeyir olsun. Ötən verilişdə də bu mövzu ilə bağlı müəyyən müzakirə getdi. Yəni onun davamı olaraq qeyd etmək istəyərdik ki, biz qeyd elədik keçən dəfə ki, İmam Hüseyn əleyhissalamın bir hərarəti var insanların qəlbində ki, əbədiyə qədər sönməyəcək. Bu ilahi bir inayətdir. Maraqlı bir məsələ də meydana çıxır ki, ümumiyyətlə İmam Hüseyn əleyhissalamın 1000 ildən artıq bir zaman keçməsinə baxmayaraq belə bir məktəbin, çox məktəblər olub, gəlib gedib, amma bu qədər təqiblərə baxmayaraq, bu qədər məhdudiyyətlərə baxmayaraq indiyə qədər gəlib keçib böyük bir dənə məktəbdir. Bu məktəbin əsas mesajları, ümumiyyətlə sütunları nədən ibarətdir? Ümumiyyətlə nədir məktəbi əsas bu qədər gətirib bizə qədər çatdıran? Buyurun. Baxın, biz Əziz Rəbbimizin adı ilə salamlayırıq bütün dəyərli tamaşaçıları, biz keçən bəhsin davamı olaraq irəli gedirik. Bizim ümumi mövzumuz bu 10 gün, 12 gün ki, bu haqda danışmaq istəyirik. İnşallah. Əziz tamaşaçılara bölüşmək istəyirik. Aşura və imamla birgəlik. İmam əleyhissalamla birgəlik. İstəyir İmam Hüseyn əleyhissalamın dövründə, istəyir 21-ci əsrdə İmam Zaman Ağa Əcil Fərəcoğlu'nla məiyyət birgəlik. Yəni, bu çox önəmlidir. Və biz bu mövzuda danışanda dedik ki, Tövbə surəsinin 119-cu ayəsində Allahın bizə əslində bir buyuruşudur, göstərişidir ki, iman əhli buna diqqət eləməlidir ki, Ya eyyuhəl-ləzina amenu, ey iman getirənlər, ittəqullah, ilahi təqvaya riayət eləyin və kunu məəs sadiqin və sadiqlərlə, doğrularla bir yerdə olun. Yəni, bunun ən bariz nümunəsi kimdir? İmam Hüseyn əleyhissalam və ümumən Peyğəmbərin pak əhli beyti. Bu meyyardır. Deməli, imanlı olmaq öz-özünə baş vermir. İmanlı olmaq üçün insanın şuurlu, dərkli bir çalışması olmalıdır və iradənin həm də bir məhsuldur. Allahın verdiyi bu bir dənə lütfü diri saxlama və əməli həyata keçirmə, imanlı olmaq ən ciddi göstəricisi də deməli bir təqvaya sahib çıxmaqdır. Yəni təqva yoxdursa iman əməli deyil. Təqvanın da ən bariz nümunəsi doğrularlı olmaqdır. Peyğəmbər və onun pak əhli beyti ilə Allahın salamı olsun olaraq olmaq. Bu Quranın əmridir. Yəni təqvalı olun və doğrularla bir yerdə olun və yaxud doğrularla bir yerdə olma təqvanın ən bariz nümunəsidir. Və bu hər il Məhrəm səfər əyyamı gəldikdə, bu Aşura məktəbi yaşandıqda insanlar sanki necə mübarək Ramazan ayında, oruc mövsümündə insanlar bir mənəvi təmizlənmə, bu mənada xüsusi bir mənəvi mövsümdür. Bu mənada Məhrəm səfər əyyamı da insanın kimlik, insanın iman, insanın təqva, özünü tənzimləməsinin, özünə qayıdışının ən böyük bir fürsətlərdən biridir. İkinci bir mövzu ki, biz toxunduq buradakı, bu bir dənə sünnətullahdır, bu bir dənə ilahi qanundur ki, Peyğəmbərimiz bəyan edir ki, Həzrət İmam Hüseyn əleyhissalamın şəhadəti ilə bağlı imanlı insanların qəlbində bir dənə hərarət, bir istilik yaranır ki, bu qiyamət gününə qədər də sönməyəcək. Və bu mənada, bu qətilik var özdə buradakı. İnnəli qətlil Hüseyn, yəni burada bir qətilik də var, bir mənalılıq var, hərarətən. Yəni, gerçəkdən İmam Hüseyn əleyhissalamın şəhidliyi ilə bağlı bir hərarət var. Fi qulubil müminin, möminlərin qəlbində ki, la təbrudu əbəda, ki, bu heç vaxt sönməyəcək. Deməli, biz bu ayə ilə bu hədisi əgər toparlamaq istəsək, bir görürük ki, Həzrəti İmam Hüseyn əleyhissalama olan, onun şəhidliyinə olan münasibət imanın göstəricisidir. İmanlı qəlbin göstəricisidir. İmanlı qəlbdə bu şəhidliklə bağlı bir hərarət var, bir diriliş var. Və bu heç vaxta sönmür və Məhərrəm səfər əyyamında xüsusilə də bu öz maksimal bir zirvəsinə gəlib çatır və burada çox maraqlı bir mövzudur ki, siz
Deyirsiniz ki, bu necə olur? Bunun içində nə var ki, bunu sönməyə qoymur? Bu buyuruşun şərhində dəyərli müfəssirlər qeyd edirlər ki, buradakı hərarət yalnız emosiya deyil. Bizim reaksiyalarımız, bizim davranışlarımız, bizim hərəkətlərimiz müxtəlif səviyyəli ola bilir də. Bunun sırf insanın hansı fiziki və fizioloji yönü ilə bağlı ola bilər. Misal üçün, aclıq hissi gəldi, yemək istəyir, susuzluq hissi gəldi və s. və s. İnsanın bir yönüdür. Bundan biraz yuxarısı insanın emosional yönüdür, insanın emosional reaksiyalarıdır, insanın hissləri ilə bağlı mövzudur və s. Bundan bir qədər də yuxarı insanın mütəali, insanın mənəvi kimliyi ilə bağlı olan mövzudur. Bu buyuruşla bağlı ki, həmin o hədislə bağlı ki, Peyğəmbərdən ki, gəlir ki, bu Müstədrəkül Vəsaildə də, 10-cu cilddə də, 318-ci səhifədə gəlmiş bir mötəbər bir buyuruşdur. Həmən bu mənada biz diqqət elədikdə biz görürük ki, möminlərin qəlbi burada bir mərkəziyyət rolunu oynayır. Bu proses harda baş verir? Möminlərin qəlbində. Möminlərin qəlbində nə baş verir? Bir dənə istilik və hərarət. Nə ilə bağlı? Bir dənə varlıq aləminin önəmli hadisəsi ilə bağlı. Harada ki, gəliblər Hüccətullahı, Allah vəlisini qətl ediblər. Və bu vəziyyətdə emosional mövzu deyil ki, bu gün olsun, sabah keçsin. Bu qiyamət gününə qədər də bu keçməyəcək. Deməli, mühüm mövzu budur ki, Məhərrəm səfər əyyamının əzadar olmaqlığı və bu hərarət və bu istilik, bu emosional mövzudur. Bu şuurludur, insanın qəlbində baş verən mərifətin, dərkin və fərqindəliyin nəticəsidir. Bu insani müstəvidə, mütəali müstəvidə baş verən mövzudur. İkinci mühüm mövzu, bu hərarət vicdanın oyanışını göstərir. Vicdanın diriliyini göstərir və İmam Hüseyn əleyhissalamın müsibəti mömin qəlbində fürqanın olduğunu, haqla batili ayırmaqlıq, bu hərarət o fürqanın, haqq və batili ayırmaqlıq əslində o diriliyinin göstəricisidir. Bu hərarət həm də vilayət yaddaşıdır. Vilayət yaddaşıdır. Yəni, bu sevgi insanı yalnız Hüccətullahı, İmam əleyhissalamı tanımağa yox. Həzrəti Hüccətullahla, İmam əleyhissalamla, Əhl-i Beyt əleyhissalamlarla, dövrün imamı İmam Zaman Ağa Hacı Fərəcəhumla birgəliyə çağırır. Deməli, bu hərarət bir tərəfdən emosionaldır, bir şuurlu və fərqindəlik göstəricisidir. Digər tərəfdən vicdanın oyanışıdır. Bu biri tərəfdən vilayət yaddaşıdır. Yəni, bu sevgidən biraz da irəli gedir, dövrün ilahi imamı ilə birgəliyə aparıb çıxardır və bu hərarət müraqibə təbilidir. Yəni, mən İmam Hüseyn əleyhissalamı sevirəm və onun şəhidliyinə əzadaram, bu mənə necə təsirləyir, bu məni necə dəyişir, mən həyatımı necə tənzim, mən necə eləyim yaxşı Allah bəndəsi olum və mən necə eləyim ki, İmam Hüseyn əleyhissalamla və doğrularla bir yerdə olum və bunun qarşısında deyil, bu heymədə olum, onlarla bir yerdə olum, mən həyatımı necə tənzimliyim, fərdi həyatımı necə yaşayayım, ailə həyatımı necə yaşayayım, ruzi həyatımı necə yaşayayım, ictimai məsuliyyətlərimi necə yaşayayım, o ki qaldı 21-ci əsrdə. Və nəhayətən burada pik mərhələ bu hərarətin məiyyətə, İmam Əcil Fərəcəhumla, dövrün imamı ilə birgəliyə, Hüccətullahla birgəliyə çevrilmədir. Yəni, əgər bu əzadarlıq, əgər bu hərarət, əgər bu sevgi, əgər bu tanıma, əgər bu vicdan oyanışı, əgər bütün bunlar haqqın yanına gedib və haqqın yanında dayanmağa getirib çıxartmırsa, əgər bu fürqan, deməli, bu hələ öz həqiqətinə gəlib çatmıyor. Deməli,
Bu özü bir dənə böyük bir mövzudur, özü bir dənə mühüm məsələdir ki, əslində bu hərarətin 5 yönlü yanaşımı. Yəni mən bir daha sadalayardım. Bu yalnız emosiya deyil, bu fərqindəlikdir. Bu insani səviyyədə olan bir, mənəvi mütali səviyyədə olan mövzudur. Bu hərarət vicdanın oyanışıdır. Bu qəflətdən oyanışıdır. Bu yəqzadır. Bu hərarət bir vilayət yaddaşıdır ki, mən Hüccətullahla birgəliyə çağırış var bu hərarətdə. Bu hərarətdə müraqibeye çağırış var, yəni özünü qurma, təskiyə və bu hərarətdə İmam Hüseyn əleyhissalamın şəhidliyi ilə bağlı olan bu hərarətdə İmamla, İmam Zaman ağa Əccil Fərəcəhumla günümüzdə də məiyyət və birgəlik bir mövzusu var. Allah bizə bunu nəsib eləsin. Buna görə Aşura dirilik məktəbidir və hal-hazırdakı zaman üçün xüsusən o dirilik hər mənada özünü göstərir inşallah. Hacı, qeyd etmək olar ki, bu İmam Hüseyn əleyhissalamın məktəbinin bura qədər gəlib çıxmasında əsas mahiyyət kökü sadaladıqlarından belə bir nəticə çıxarmaq olar ki, bir məsuliyyətli, bir mənəvi kimlikli bir insan nə qədər ki var yer üzündə. Çünki bu sadaladığınız mövzuların heç biri ondan ayrılan bir məsələ deyil. O kimliyi ilə birgə ta qiyamətə qədər davam edir. Çünki kimliyi o elə o sadaladığımız mövzularla yoğrulmuş bir məsələdir. Baxın necə Qədir gecəsi hər il fürsətdir. Necə mübarək Ramazan ayı və onun Qədir gecəsi o pik bir fürsətdir. Onun praktik bir fürqan, haqq və batil tanıma, haqla bir yerdə olma, bunun bir o elə bir insanın varlıq inkişafının müxtəlif yöndən yanaşsaq, bir hissəsi də, önəmli hissəsi də, diriliyi də Məhrəm Səfər əyyamı və Aşura ilə bağlıdır və Ərbəin ilə bağlıdır. Bu da mövzunun bir tərəfi. O diriliyi təmin edən tərəfi. O inşallah növbəti mövzularda da danışarıq. Təşəkkür edirəm. Sağ Çox olun. sağ olun.